Maşını olana iş var yoldaşlar, maşını olana iş var, amma bu sürücülər üçün uyğun bir iş deyil yoldaşlar. Baxmayaraq ki, maşını olan işdir. Bu gənclər üçün sərf eləyir. Gənc olub, amma şəxsi avtomobili də olsun və nisbətən daha yüksək səviyyəli bir işdə işləmək istəsin. Bu təchizatçı işidir yoldaşlar. Təchizatçı işi də elə bir işdir ki, logistika sferasındadır və o sahədə ümumiyyətlə bu tipli işçilər demək olar hər zaman ehtiyac olur. 20-30 yaşlı bir kişi olmalısınız. Yəni kimsə əgər bu sahəni sevirsə, bu az əmək haqqlı bir işə meyil sala bilər, belə deyim. 20-30 yaşlı kişi olmalısınız, 500-600 manatlıq bir işdir yoldaşlar. Orta təhsiliniz olmalıdır, yəni ali təhsil də tələb eləmirlər. Belə bir işdir. Bakı ətrafı ərazilərdə hərəkətə hazırsınızsa, yəqin ki, bunlar sizin, belə deyim, yoldaşlar, qeyd eləməsələr də böyük ehtimal sizin, belə deyim də, amortizator xərclərinizi və yaxud da benzin xərclərinizi yəqin ki, qarşılayacaqlar. Və belə bir işdir yoldaşlar. Əgər logistika sahəsində karyera qurmaq istəyirsinizsə, fərqli bir sahəyə karyera qurmaq istəyirsinizsə, sürücülük xaricində, baxın, şəxsi avtomobiliniz vasitəsilə demək olar, yəni bu sferəyə keçid eləyə bilərsiniz. Yəni hər zaman belə bir işlər olmur, xəbəriniz olsun. Amma yəni bu sizə bu sahəyə keçid eləmək üçün bir pilləkən rolunda çıxış eləyə bilər. Bu işə də müraciət etməkdə dəstək istəyirsə və yaxud da digər işlərlə də tanış olmaq istəyirsə, ümumiyyətlə iş tapmacı səhifəsini çəkirsinizsə, onunla bağlı əlaqə vasitəsilə mesaj yaza bilərsiniz. Əlaqə vasitəsi profildə qeyd olunubdur. Siz bu videonu harda görürsə, kanala daxil olun, Toğrul Əzəbalda kanala. Kanala daxil olduqdan sonra diqqət eləsəniz, profildə əlaqə vasitəsi var. Həmin əlaqə vasitəsini götürüb mesaj yaza bilərsiniz.